Cins elektrostatik sahənin qüvvə xəttləri, qüvvə xətti üzərində iki nöqtə arasında gərginliyin sahənin intensivliyindən asılılığı. Bax, Y nəyə bərabərdir? U bölünsün D-yə. Buradan U-nu tapanda nə edirik? Y-ni vururuq D-yə. Onda buradan tapırıq ki, U D ilə necə asılı olur? Düz asılı olur. Müsbət yük üzərəcəyik bir cins elektrostatik sahədə B nöqtəsindən C nöqtəsinə gələndə qarşılıqlı təsirin potensial enerjisi 6 millijoule azalır. B-dən D-yə gələndə necə olacaq? Bax, elektrostatik sahədə görülən iş Q U-ya bərabərdir və yaxud Q Y D-yə bərabərdir. A D ilə düz asılıdır. Onda bax, belə yaza bilərik də. Qarşılıqlı təsirin potensial enerjisi necə dəyişəcək? Bax, belə yazırıq da. Deməli, 6 millijoule azalanda onda B ilə C arasında nə qədər dama var? 3. 3D. Yaxşı. B-dən D-yə qədər nə qədər məsafə var? 1, 2, 3, 4. 4D olanda nə qədər azalacaq? Bax, deyir 3D olanda 6 millijoule azalır. 4D olanda nə qədər azalır? Buradan X-i tapırıq ki, 8 millijoule, yəni 8 millijoule azalmış olacaqdır. Müsbət yüklü zərrəcik təsvir olunmuş elektrostatik sahədə göstərilən istiqamətdə hərəkət edir. Hansı ifadələr doğrudur? Qeyri-bir cins sahədir. Ona görə cisim dəyişən təcillə hərəkət edir. Sıx olan hissədə təcil daha böyükdür. Deməli, bu cisim necə hərəkət edir? Azalan təcillə hərəkət edir. Görək yeniləşir, yoxsa yavaşlayır. Baxın, intensivlik xəttləri müsbətdən mənfiyyədir. Bu cisimlə müsbətdir, mənfiyə doğru getdiyinə görə olacaq yeniləşən hərəkət. Yeniləşəcək. Deməli, yeniləşən hərəkət etdiyinə görə sahə müsbət iş görür və kinetik enerji nə olur? Artır. Cavab olur C variantı. Təsvir olunmuş dövrədə C1 C-yə bərabərdir. U1 18 volt olarsa kondensatorlar bateriyasının ümumi tutumu nəyə bərabər olacaq? Baxın, ümumi bateriyanın gərginliyi nəyə bərabərdir? 24-ə, düzdürmü? Mənə U1-i verib ki, 18-dir. Onda U2 nəyə bərabər olacaq? Deməli, 6 volta bərabər olacaq. C1-i də verib mənə C-dir və ümumiyyətlə necə birləşmədir bu? Arcıl birləşmədir də Q nəyə bərabərdir? C U-ya. Deməli, C ilə U yan-yanadır, tərs asılıdırlar. C1 bölünsün C2, U2 bölü U1-ə bərabərdir. C1-im C-dir, C2-mi saxlayıram. U2-im 6-dır, U1-im 18-dir. İxtisar gedir. Buradan alıram ki, mənim C2-im nəyə bərabərdir? Daha doğrusu 3C-yə. C2-im də 3C-dir. Və arcıl birləşmə olduğuna görə C1 vurulsun C2 bölünsün C1. Bölünsün C1 üstə gələk C2 düsturundan həll edirəm. C1-im C, C2-im 3C. Cəmi də olacaq 4C. C-lər ixtisar gedir, nə qalır? 4-də 3C qalır. Cavab olur D variantı. İndi baxaq digər sualımıza. Qüvvə xəttləri təsvir olunmuş elektrostatik sahənin göstərilən nöqtələrində sahənin potensialı və intensivliyi modulu. Deməli, sıx hissədə intensivlik daha böyük olur da. Ona görə də Y1 Y2-dən böyükdür. 4-ü götürürəm. Amma daha doğrusu potensiala baxanda isə müsbət yükdən mənfi yükə gedəndə potensial nə olur? Azalır. Baxın, bura müsbətdir, bura mənfidir. Deməli, müsbətdən mənfiyə gedəndə potensial azalırsa, onda F1 də kiçik olacaq F2-dən. Yəni, cavab 2 ilə 4 olacaq. D variantı olur. Vakuumdakı bir cins elektrostatik sahədə sükunət halından hərəkətə başlayan protonun eni eyni, daha doğrusu zaman ərzində yerdəşməsinin modulunun sahənin intensivliyi modulundan asılığı. Baxın, S nəyə bərabərdir? AT kvadratı bölünsün 2. Çünki sükunət halından hərəkətə başlayıb. Burada verib bizə. Deməli, bu EMA da nəyə bərabərdir? QY-yə. Baxın, buradan A-nı tapsaq nəyə verir? QY bölünsün M-ə. Aparaq qoyaq bu düsturda yerinə. A-nı yerinə yazırıq. QY bölünsün M. Onda baxaq. S Y ilə necə asılıdır? Düz mütənasib asılı olmuş olur. Yükü 3,2 10 üstə mənfi 19 kulon. Kütləsi 6,4 10 üstə mənfi 27 kiloqram olan müsbət iyon 2 vur 10 üstə 6 metr bölü saniyə sürətlə intensivliyi 5 vur 10 üstə 2 volt bölü metr olan bir cins elektrostatik sahəyə qüvvə xəttlərinin əks istiqamətə daxil olur. Tormuz müddəti. Tormuz müddətinin düsturu nəyə bərabərdir? V0 bölü A-ya. Yuxarıda qeyd etdik ki, A nəyə bərabərdir? QY bölünsün M-ə. Gətirək yazaq yerinə. QY bölünsün M qalxacaq yuxarı. M V0. Verilənləri yazaq yerinə.
M nəyə bərabərdir? Kütləni verib 6,4 vurulsun 10 üstündə 27. Sürəti verib 2 vur 10 üstündə 6. Künü verib 3,2 10 üstündə mənfi 19. Yeni də verib 5 vuraq 10 üstündə 2-yə. Görək nə ixtisar gedir. 6,4 ilə 3,2 yuxarıda qaldı bir dənə 2. 2-ni vuraq 2-yə 4. Aşağıda da bir 5'im var. İndi 10 üstülərlə işləyək. 10 üstü 27 üstə gələk 10 üstü 6. Olacaq 10 üstündə 21. Aşağıda da 10 üstündə 2 var. Yuxarı mənfi ilə qalxacaq. Burada 19 da var, üzr istəyirəm. Deməli 10 üstü mənfi 19 ilə 10 üstü 2, mənfi 17. Yuxarıda da 21. Olacaq 10 üstündə mənfi 4. Mənfi 4. Deməli 0 tam onda 8 10 üstündə mənfi 4. Bunu da belə yaza bilərik də 0 tam 0,8 10 üstündə mənfi 3. Yəni cavab olacaq 0 tam %8 10 üstü 3-də millini verir də biz olacaq millisaniyə B variantı. Hər hansı maddənin dielektrik nüfuzluluğunun 6 olması o deməkdir ki bu maddə daxilində epsilon nəyə bərabərdir? Y0 bölünsün Y-yə. Deməli elektrik sahəsinin intensivliyi vakuum ilə müqayisədə 6 dəfə kiçikdir. Yəni Y variantı. Yükləri 2 və mənfi 5 yükü olan iki eyni ölçülü metal cürəcik bir-birindən r məsafədə deməli yerləşir. Bir-birindən r məsafədə yerləşir. Bu cürəciklər bir-birinə toxundurduqdan sonra həmin məsafədə yerləşdikdə qarşılıqlı təsir qüvvəsi necə dəyişəcəkdir? Bax, Y nəyə bərabər, F nəyə bərabərdir? K Q1 vurulsun, Q2 bölünsün R kvadratı. Yəni birinci cisim üçün yazaq. K Q1 vur Q2 nəyə verir bizə? Deməli 5Q kvadratı modulunu götürək də olacaq 5Q kvadratı bölünsün R kvadratı. KQ bölü R kvadratı baxın bir F ilə işarələsək olacaq 5F. İndi bu F1 idi. İndi F2-yə baxaq. Toxundurub ayrılandan sonra eyni məsafəyə qədər onda toplayırsan, yükləri toplayırsan, yarıya bölürsən. Olacaq mənfi 4Q bölü 2 olacaq mənfi 2Q. Hər birinin yükü olacaq mənfi 2Q. Onda yazırıq K Q1 vur Q2, yəni mənfi 2Q-nü vururuq mənfi 2Q-yə olacaq 4Q kvadratı bölünsün R kvadratı. Bax, KQ kvadrat bölü R kvadratı bir F ilə işarələmişdik. Onda bu olacaq 4F. Deməli, nə oldu? Əvvəl 5F 4 dəfə gəldi. Nə oldu? Deməli, 1 tam %25 dəfə azaldı da. Yəni, A variantıdır. Proton P, elektron Y, bir cins elektrostatik sahəyə qüvvə xətlərinə perpendikular istiqamətdə daxil olurlar. Zərərciklərin sahədə hərəkət istiqamətləri üçün hansı ifadə doğrudur? Bax, intensivlik xətləri müsbətdən mənfiyə doğru yönəlib, düzdürmü? Proton da müsbətdir, elektron mənfidir. Elektron mənfi olduğuna görə nə edəcək? Bu istiqamətdə meyl eləyəcək. Proton da müsbət olduğuna görə mənfiyə doğru meyl eləyəcək. Deməli, baxaq. Proton sağa meyl eləyir, elektron sola meyl eləyir. C variantında verilir. Üç bucağın təpə nöqtələrində yerləşmiş yüklərin üç bucağın mərkəzində yaratdıqları elektrik sahəsinin yekun intensivliyi mənfidirsə özünə daxil olur. Müsbətdirsə özündən çıxır. Deməli, bura bir Y1 yazaq, bura bir Y2 yazaq. Y1 ilə Y2-nin əvəzləyicisi onsuz da bax budur. Bir dənə də müsbət yükün yaratdığı var. Ona görə yekun dil aşağıya doğru olacaq. İzolyatordan dəstəyi olan müsbət yüklə yüklənmiş cürəcik elektroskopun fincanının xarici səthinə toxundurulursa, toxundurulanda həm fincan, həm də vərəqlər müsbət yüklənir. Baxaq buna. S1-2C, S2-3C, S3-4C olarsa kondensator bateriyasının ümumi tutumu. Ən yaxşı gəlin hərfləndirək. Bura bir A yazaq, bura bir B yazaq qütbləri. Boş naqildən burada B olacaq, burada B olacaq. Artıq A-dan bu tərəfə keçib bir A deyə bilmərəm də. Ona görə bura bir dənə deyək D nöqtəsi. Boş naqildən burada D-dir, burada boş naqil olduğuna görə burada D-dir. Yəni sadələşdirək. Qütblərimiz A-dır, bir də B-dir, ortada bir dənə nə var? D var. İndi baxaq. D ilə A-nın arasında nə var? Bir dənə S2 var. S2 nəyə bərabərdir? 3C-yə. 3C-lik bir tutum var. Bu getdi. İndi D ilə B-nin arasında nə var? Bir dənə S1 var. Yəni 2C-lik bir tutum var. Bax, bu getdi. D ilə B-nin arasında bir dənə 3C-lik, yəni 4C-likdə bir dənə tutum var. 2C, 4C paraleldir. Ona görə bu ikisi oldu bizə nəyi verdi? 6C-ni. 3C ilə də 6C
ardıcıldır. Onda yazırıq 3C vur 6C bölünsün 3C üstə gələk 6C, yəni 9C. C'lər getdi, 3 ilə də 9 getdi, burada 3. 6C-ni də 3-ə böləndə olur 2C. Ümumi tutum onda nəyə bərabər olur? 2C-yə bərabər olur. Sabit gərginlik mənbəyinə qoşulmuş müsbət hava kondensatorunun lövhələr arasındakı məsafəni 2 dəfə artırıb sonra fəzanı dielektrik nüfuzluğu 6 olan dielektriklə doldurduqda elektrik sahəsinin enerji sıxlığı. Baxın, sabit gərginlik mənbəyinə qoşulubsa, o nədir? Konstantdır. Onda enerji sıxlığını bax, enerji sıxlığı nədir? Enerjini bölürük V-yə. Deməli, U sabitdirsə, onda CU kvadrat bölünsün 2-dən istifadə edirəm. Onun da yerinə S vurulsun D yazıram. Gəlin epsilonu, daha doğrusu tutumu açaq. Epsilon 0, epsilon S bölünsün D. Aşağıda bir dənə D var, olacaq D kvadratı. Bir də aşağıda 2 vurulsun S var, yuxarıda bir O kvadratı var. İndi S'lər ixtisar getdi. Onda nə qaldı? Epsilon 0, epsilon U kvadrat bölünsün 2D kvadratı. İndi mənə nə deyir? Məsafəni, lövhələr arasında məsafəni 2 dəfə artırdım. Onda enerji sıxlığıma nə olacaq? 4 dəfə azalacaq. Sonra nə deyir? Dielektrik nüfuzluğu 6 olan dielektriklə doldurduq. Dielektrik nüfuzluğu 6 olan dielektrik dolduranda da 6 dəfə artacaq. Deməli, 6 dəfə artıb 4 dəfə azalır. Bu nə deməkdir? 1.5 dəfə artır deməkdir. Cavab olur C variantı. Kübür yükünün Q2 yükünə göstərdiyi təsir qüvvəsinin modulu F olarsa, Q2 yükünün kübür yükünə göstərdiyi təsir qüvvəsinin modulu nəyə bərabərdir? Elə o da F-ə bərabər olacaq. Cavab olur Y. Müstəvi kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılır. Kondensatorun lövhələr arasında dielektrik nüfuzluğu deməli 9 olan dielektriklə doldurduqda intensivlik necə olacaq? Deməli, gərginlik mənbəyindən ayrılırsa Q konstantdır. Və Q nəyə bərabərdir? C U-ya. Y də nədir? U bölünsün D-dir, düzdürmü? Buradan U-nu tapaq, gətirək yazaq yerinə. Olacaq Q bölünsün C vur D, yuxarıda bir U var. Gəlin C-ni açaq. Epsilon 0, epsilon S bölünsün D. Aşağıda da bir dənə D. D-lər ixtisar getdi, nə qaldı? Q vurulsun U, epsilon 0, epsilon S. İndi mənə nə deyir? Dielektrik nüfuzluğu 9 olan dielektriklə doldurduq. Deməli, dielektrik nüfuzluğu 9 olan dielektriklə dolduranda elektrik sahəsinin intensivliyi nə olacaq? 9 dəfə azalacaq. Olacaq variantı. Deməli, yükü müsbət yükü. Kütləsi M olan iyon, intensivliyinin modulu Y olan bir cins elektrostatik sahədə sükunət vəziyyətindən hərəkətə başlayır. Sahə istiqamətində S qədər yerləşmə edərkən iyonun aldığı sürət hansı ifadə ilə təyin olunur? Deməli, birinci bizə nə deyir? Sükunət vəziyyətindən hərəkətə başlayırsa, onda S nəyə bərabərdir? Baxın, məndən sonda sürət, onda bax bu düstuna gedə bilərəm də V0 kvadrat, V kvadrat çıx, V0 kvadrat bölü 2A. V0-ın getdi 0-a, onda V kvadrat bölünsün 2A qalır. A-nın yerinə də nə yazmışdıq? Q-yə bölüm. Gəlin buradan yazaq. 2QYS nəyə bərabərdir? M V0 kvadratına. Daha doğrusu M V0 0-a getdi. Niyə bura V0 yazıram mən? V nəyə bərabər olur onda? 2QYS bölünsün M-ə. 2QYS bölünsün M-ə. Cavab D variantıdır. İndi bunu vahid açılışıdır. Açaq. Joule bölünsün kulon vurulsun metrə. Bax, Joule'un açılışı nədir? Newton vur metrdir. Newton vur metrdir. Kulon, burada da 1 metr. Metrlər ixtisar gedir, qalır Newton bölünsün kulon. F bölgü də mənə nəyi verir? İntensivliyi verəcək də. Y-nəyə bərabərdir? F bölünsün Q-yə. Newton bölünsün kulon elektrik sahəsinin intensivliyi verəcəkdir. M nöqtəsində yerləşən müsbət Q yükünə digər yüklər tərəfindən təsirdən əvəzləyici qüvvə. Baxın, bu yükə. Düzdürmü? Deməli, müsbət bir-birini neyinir? İtələyir. Deməli, bu müsbət yük, mərkəzdəki bu müsbət yükü neyinə də itələdi. Deməli, M müsbətdir, kənar sağdakı isə mənfidir. Onda bir-birini neyəcək? Cəzb eləyəcək. Onda yekün əvəzləyici qüvvəm sağa yönələcək.
Təsvir olunmuş dövrədə kondensatorların gərginlikləri arasında hansı münasibət düzgündür? Paralel olduğuna görə, bax, bura bir U1, bura U2 yazsaq, paralel olduğundan U1 U2-yə bərabərdir. Onda gəlin bunları deməli yekun tutumunu tapaq. Paralel olduğuna görə olacaq 6S. Belə bir ki, belə olur da. 6S burada, 6S burada. Bu ikisinin yekunu, S1 ilə S2 tutumlu kondensatorun gərginliklərinin yekunu elə bax bu S3-dəki gərginliyi verir də. Ona görə U1 U2-yə bərabər olur, o da U3-ə bərabər olur. Cavab olur C variantı. Qübür yükünün N nöqtəsində yaratdığı sahənin intensivliyi modulu Y olarsa, həmin nöqtədə yekun elektrik sahəsi intensivliyi modulu nəyə bərabər olur? Müsbət yükdə özündən çıxır. Buraya yazaq Y. Mənfi yükdə isə özünə daxil olur. Buna da yazaq Y. Yüklərin modulları eynidir. Məsafələr də eyni olduğuna görə ikisinə də Y yaza bilərəm. Ona görə 120 buradırsa, onda bura olacaq 60 dərəcə. Onda kosinuslar teoremindən yazırıq Y-nin kvadratı üstə gələk Y-nin kvadratı üstə gələk 2Y vur Y, yəni 2Y kvadratı vurulsun 60-da, kosinus 60-da 2-də 1 alır. 2-lər ixtisar gedir, kök altında 3Y kvadratı. Buradan da Y çıxır, kök altında 3. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyənləşdirin. Eyni tutumlu iki müstəvi hava kondensatorlarından biri sabit gərginlik mənbəyinə qoşulub, digəri isə sabit gərginlik mənbəyindən ayrılıb. Hər iki kondensatorun köynəkləri arasındakı məsafəni artıranda. Deməli, bu qoşulmuşdur, yəni U konstantdır. Bu isə ayrılmışdır, Q konstantdır. Deməli, kondensatorun tutumu azalır. Gəlin kondensatorun tutumunu yazaq. S nəyə bərabərdir? Deməli, epsilon 0, epsilon S bölünsün D-yə. Aralarında məsafənin neyindir? Artırın. Aralarındakı məsafəni artıranda tutum nə olur? Azalır. Bu hər ikisi üçün şamildir. Bir getdi. Bir də hər ikisinin köynəkləri arasında elektrik sahəsi var. İndi baxaq. Yük deyir azalır. Deməli, bu qoşulmuşda olacaq. Gedəcək bura. Deməli, kondensatorun köynəkləri arasındakı gərginlik dəyişmir. Gərginlik dəyişmirsə, deməli, U sabit olmalıdır. Sonra, elektrik sahəsinin enerjisi artır. Baxın, Q kvadrat bölü 2S. Üstümü? S-nin yerinə yazırıq. Epsilon 0, epsilon S bölünsün D. D-ni artıranda enerji nə olur? Artır avtomatik. 5-də gedəcək bura. Baxın, bu ikincidə yük niyə azaldı? Deməli, U nəyə bərabərdir? Q böl S-yə. Epsilon 0, epsilon S bölünsün D. Məsafə artanda yük neyinir? Azalır. Bu da Q konstant olduğuna görə dəyişməyəcək. Amma qoşulmuşda isə məsafəni artıranda yük azalacaq. Görək hansı variantda var bu? 2, 3, 5, 1, 4, B variantında var. Verilmiş kondensatorun enerjisinin yükdən asılılıq 24 yox, bura aid deyil. Asılılıq qrafikinə görə onun tutumunu hesablayın. Baxın. Onda bu düsturdan istifadə edəcək də biz. Verilmiş kondensator dediyinə görə Q konstantdır. Onda baxın, bundan istifadə edə bilərəm də. Q kvadrat bölünsün 2S düsturundan. S-ni tapanda neyinirik? Q kvadratın 2 omegaya bölürük. Deməli, kiçiklərlə işləyək. 1-in kvadratı 1. Enerjidə 1. 1-lər ixtisar gedək. 1 bölü 2-dən alırıq 0,5 mikrofarad. Deməli, hansı ifadələr doğrudur? Statik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə zərrəcin kinetik enerjisi azalmır, artır. Ona görə bir səhv götürürük. Elektrostatik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə onun kinetik enerjisi artdığından potensial enerjisi azalacaq.
Düzgün ifadədir. Elektrostatik sahənin qüvvə xətləri -3-də başlayıb müsbətdə qurtarır. Xeyr, müsbətdə başlayıb mənfidə qurtarır. Qüvvə xətləri qapalı deyil, açıqdır və qapalı traktoriyada elektrostatik sahənin gördüyü iş 0-a bərabərdir. Cavab olur 2 və 5. Baxaq 25-ə. Deməli, yükü 8Y olan müsbət yüklü hissəcik bir cins elektrostatik sahənin potensialı 800 volt olan nöqtədən deməli 48 volt olan deməli nöqtəyə hərəkət etdikdə onun potensial enerjisinin dəyişməsi. Baxın, potensial enerjinin dəyişməsi görülən işə bərabərdir, əks işarə ilə, düzdürmü? Onda bunu belə yazırıq, bərabərdir Q mənfi Q. Fi1 çıxılsın Fi2. Bərabərdir. Deməli, Q-nü bizə verib nə qədər? 8Y. Fi1-imiz 8 voltdur, Fi2-miz 48 voltdur. Olacaq, mənfi 8Y vurulsun, burada eləyəcək mənfi 40. Vurulsun mənfi 40, cavab eləyəcək nə qədər? 320 elektron volt eləyəcək. Təsir olmuş dövrədə kondensatorlar bateriyasının ümumi tutumu. Baxın, yuxarıda 2 dənəsi ardıcıl birləşdirilib. Yazırıq 2 vurulsun 8 bölünsün, yəni düsturumuz nə idi? S1 vur S2 bölünsün S1 plus S2 ardıcıl birləşmədə. 2 vurulsun 8 bölünsün 10. Deməli, cavab eləyəcək 1,6. Yəni, baxın, bu kondensatorların tutumu olacaq 1,6. Bir də aşağıda 4 mikrofaradlıq bir kondensatorumuz var və paralel birləşmədə isə toplanır. Yəni 1,6 ilə 4-ü toplayıram, cavab eləyir 5,6. Baxaq 27-yə. Uyğunluğu müəyyən edin. S1 kondensatorunun yükü Q-dür. Bax, bunun Q-dür. Arıcıl birləşdiyindən S2-nin də yükü olacaq Q. Düzdürmü? Yəni indi ümumi bax arıcıl birləşib də bunların tutumunu tapaq. 3S vurulsun 6S bölünsün 9S. İxtisar gedib burada 3 qalır. 6S-ni 3-ə böləndə də cavab olur 2S. Deməli, təsəvvür edin ki, yuxarıda Q yükünə malik 2S tutumlu kondensator var. Bir də aşağıda ona paralel birləşmiş 4S kondensatoru var. Onda bax, U nəyə bərabərdir? Q böl S-yə, düzdürmü? U sabitdirsə, Q ilə S mütənasibdir. S harada çoxdursa, Q də orada çoxdur. Deməli, yuxarıda 2S-dir, aşağıda 4S-dir. Deməli, aşağıdakı kondensatorun yükü olacaq 2Q. Deməli, S2 kondensatorunun yükü olacaq Q. S3 kondensatorunun yükü olacaq 2Q. Onda ümumi nəyə bərabərdir? Yük. Yuxarıda Q, aşağıda 2Q. Q ilə 2Q-nün cəmi olacaq nə qədər? 3Q. S də gedəcək bura. Baxaq 28-ə. Elektrik dirəyində naqil qırılaraq yola düşüb. Nə üçün bu naqili quru ağacla yoldan kənara çəkmək istəyən adam iri addımlarla yox, xırda addımlarla getməlidir. Baxaq. Bu nəyə bərabərdir? Y vurulsun deyə, düzdürmü? Bax, iri addımlarla getsək, yəni D çox olsa, bu zaman potensiallar fərqi U ilə düz asılı olduğundan potensiallar fərqi artacaq və insanın cəryanın vurma ehtimalı çox olacaq. Amma xırda addımlarla getsə, potensial az olur və naqil vurma ehtimalı daha az olur. Kütləsi 10 üstü mənfi 4, yükü 10 üstü mənfi 6. Klon olan yüklü kürəcək üfüqi yerləşdirilmiş yüklü lövhə arasında sərbəst buraxılır. H deməli 32 cm sahənin intensivliyi 600 voltmetr olarsa, deməli nə qədər vaxtda kürəcək lövhəyə çatacaq. Bax, bunun üçün nə edirik? Birinci. Yəni, birinciyə baxaq. Aşağıya doğru bu yüklü zərrəciyin bir dənə mg ağırlığı var. Mg ağırlıq qüvvəsi var. Bir də müsbət olduğuna görə mənfiyə doğru onu bir dənə QY kulon qüvvəsi də artır. Hərəkət tənlimi yazım. Mg plus QY eyni istiqamətdə olduğundan nəyə bərabərdir? MA-ya. A-mı tapanda nə edirəm? Mg üstə gələk. QY-ni bölürəm M-ə. Gəlin qoyaq yerinə. M 10 üstündə mənfi 4-dür. Vurulsun J 10-dur. Üstə gələk. Deməli, Q nə qədərdir? 10 üstündə mənfi 6-dır. İntensivlikdə 600-dür. Kütləm də 10 üstündə mənfi 4-dür. Sadələşdirək. Yuxarı olur 10 üstündə mənfi 3. 10 üstü mənfi 4 ona vuranda 10 üstü mənfi 3 eləyir. Üstə gələk. 600-də 6 vur 10 üstü 2 kimi yazsaq, onda olacaq 6 vurulsun 10 üstündə mənfi 4 bölünsün 10 üstü mənfi 4. 10 üstü 3-ü mənfi 3-ü. Gəlin çıxardaq mürtəzənin xaricinə. Olacaq 1 üstə gələk 0,6. Çünki burada qalır 6 vur 10 üstü mənfi 1. 10 üstü mənfi 1 də 0,1-də də 6-ya vuranda olur 0,6. Aşağıda da 10 üstü mənfi 4 var. 10 üstü mənfi 3 ilə 10 üstü mənfi 4
gedir yuxarı, aşağıda qalır 0,1. Deməli, yuxarı eləyir 1,6 bölü 0,1. Bu da bizə nəyi verir? 16-nı. Deməli, mənim təcillim 16 metr bölü saniyə kvadratıdır. Düzdürmü? İndi məndən nəyi soruşur? Nə qədər vaxta soruşur? Bir də deyir ki, cisim sərbəst buraxılır. Sərbəst buraxılırsa, AT kvadrat bölü 2-dir də, düzdürmü? Buradan T-mi tapa bilərəm. 2H bölünsün A. Gəlin qoyaq yerinə. Bərabərdir. Deməli, 2 vurulsun. H 32 santimetrdir. 100-ə bölək 0,32 metr. A-da 16. 2 ilə 16 getdi 8. 0,132-ni 8-ə böləndə 0,4 edir kökün altında. Buradan da 0,2 çıxır. Yəni, kürəcik 0,2 saniyə aşağıdakı lövhəyə çatmış olacaqdır. Deməli, uyğun düsturlardan istifadə etməklə sabit sürətlə bir cins elektrostatik sahənin qüvvə xətləri istiqamətdə sahəyə daxil olan elektronun tormoz yolunun sahənin intensivliyin modulundan asılığı. Deməli, elektrik sahəsinə bir cins elektrostatik sahənin qüvvə xətləri istiqamətində elektron daxil olur. Bu elektrondur. Elektron daxil olursa mənfi istiqamətə gedir. Tormozlanacaq da. İndi mən tormoz yolunun düsturunu yazıram. V0 kvadrat bölünsün 2A. MA bərabərdir QY-dən. A-mı tapın. Nəyə bərabərdir? QY bölünsün M-ə. Gətirim yuxarıda qoyum yerinə. 2 vurulsun QY. M də qalxır yuxarı olur MV0 kvadratı. Onda S ilə Y necə asılıdır? Tərs asılıdır da. Y məxrəcdə olduğuna görə tərs asılı olacaq. Olacaq qrafik bu şəkildə.